Axşam tərəfi idi ki, işıqlar yanırdı. Maşın işığına dəfn elədik. Gəldik. Səhərsi gün birinci fərzə gələndə özün yandırmaq istəyib. Nefti töküb, qardaş arvadı görüb oxşum. Qışqırıq düşdü, gəldik, tutduq. Yalvardıq, yaxardıq. Mənim xətrim çox istəyirdi, indi istəməz. Dedim, məğin atdı ölüm, qurban olum sənə. İcazə ver qardaşımı yasın şey eləyim. Narahat olmaz, səni həyatdan hissədən körlük çəkməyə qoymayacağım. Nə qədər canımda can var. Yaşadacağım sizi. Qardaşı Zakir gəldi. Qayıtdı ki, afərzə, nə olub ey? Ölənlə ölmək olmur ha. Deyəndə qardaşı itələdi gəlir. Mən papaq deyiləm, gündə birinin başına qoyuram. Mən ilhamsız yaşaya bilmərəm. Mənim həyatım bitir. Bir də yalvardım ona. Dedim, söz ver mənə. Nə söz verdi, nə heç dinmədim. Fərizə. Sonra kimlər isə gəldi, dərsən cəbhənin nümayəndələri idi. Bəs eşitmişik, sizin qardaşınız da şəhiddir. Dedim, hə, biz dəfn eləmişik. Dedi, yox, zəhmət olmasa bürüsüyün. Sabahları onlar saat 12'də Sovetin qabağından götürüləcək. Oradan şey eləyin, götürün. Şəhidlər xiyabanı açılır. Bəs orada dəfn eləyəcəyik. Gecə Fərzə hamını yuxuya verər. Qəribə bir məntiqdir. Əjdər adında mənim bir oğlum var idi, 3 yaşında. Məsələ burasındadır, İlham da evdən çıxanda deyir, ata, mən gedirəm, ola bilər, görüşmədik. Bu sözü heç kəs anlamayır. Həyətdə bacım gilə eşidir. Allah öpüb uşağı, iyiləyib durub çıxıb. Fərzə də gecə durub o uşağı öpüb, sonra gedib İlhamın kostyumun kravatlarının üstünə geyindirib, qalıstıqın zadını, şəkilləri eləyib. Tapşırmışdım ki, qoruyum o qızı. Anası, bacısı bir-biri bölündə, bir-biri bölündə yatıb. Rəhmətli nənəm